Salam dostlar. Bir neçə həftə öncə planlaşdırdığımız səyahətimizi bugün reallaşdırırıq. Ancaq bu dəfə şoför yerindən müşbəllimdir. Qəbələ turu. Bugün Qəbələ turu reallaşdıracağıq. Artıq 2 həftədən çoxdur ki, yəni planlamışdıq. İnşallah sağ-salamat gedib çatacağıq. İnşallah. Yolumuz Qəbəliyə. Gəlin uşaqları götürək. İndi gedir uşaqları götürməyə. Rəkil şəhərdəyik. Adillə Əkbəri gedir götürməyə. Adil bizlə iştirak eləmişdi əslində əvvəlki turlarımızda. Əkbər bəli birinci dəfədir. Heç nə, davam var. Uşaqları da götürdük. Adillə Əkbər. Xoş gəlmişsiniz. Sağ olun. Bəli, yoldayıq, davam edirik. Heç nə. Həsənəttin Şirvani təqdim edir. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. Everything I do so instinctive and so passionate. Every word I move so descriptive like an adjective. I got a vendetta against people who patented being negative when you should be getting after it. I got facts over tracks, this and that. Spitting slow, spitting fast. I could roast, I could gas. Think I'm okay at last, but I don't know if that can erase all the past. Lütfen. Salam aleyküm. Aleyküm selam. Kim idi o? Oğurluq eləmiyim. Min dəfə demişəm, eləmiyim ben. Ben ilişdim burada. Burada hamı Kənanı tanıyır. Nəri? Maşınla götürür o sürücüləri deyirlər, mağazadan bazarında deyil. Götürdülər şeylərə bak. Güzel götürmüş, sağ ol. Kikiriki, burada sizin reklamınız ola bilərdi. Kasper Nazar'dan sağ ol sana. Sürücülerin yeri değişti. Bana kısmet değil, bizim de yatmak aman aman. Bir kara yaşım, bir kara yüzüm, ne yer Təzdən, əvvəllə. Qədiri kəndə. Dumandan necə çıxdıq ala? Kutlar Vadisi'ne. Kutlar Vadisi'ndə. Burada, bir tane burada var, burada olmalı. Ayağım biz işləyiriksə. Həmişə arzulamışam işçilərim olsun. Mən də qəlyan çəkmə həyitimdə deyəm. Kayıfdadır. Boşuna çək, boşuna. Maşın orada hazır gözlü. Maşını çək. Bu maşı budur. Maşa. Qardaş, müdür özə adını qoyur, da ona uyğun adı. Bax, Maşa. Maşa, Moşu, Müsü, Geç böyle çəkeyim ya. Fərqi yox. Müşü. Fərqi yox. Keno, Eki, Lan tapındır. prosta adı. Fərqi yox. Bak, yaxşı deyil. Qapını bir olacaq şey, yapamayız. Ağzı. Yalnız diyor. Oraya koy ya. Başka değil. İşin profesyonalları. Her gün bir içmek kebap pişirirler.
İkinci mərtəbədə var, hə? Şirənmiş, şirdir mənim qardaşım, balaları yanında. Onu düşsün. Qəlyanı hazırlayayım. Uşaqlar, kebabdan sonra feyziyab olsunlar. Mart ayının 9-u 2024-cü il. Oturmuşuq Qəbələdə. Evin adı neydi? Afreyimdə oturmuşuq bu üç-bucaq evlərdə. Gələcəkdə bilməli yox, nə deməkdir? Sonra biləydi, hə? Soşuşların yeri. Kebablarımız da nə ətirsə bilmirik, almışıq, pişiriblər, yeyirik. Daha doğrusu sən çəkirsən biz yeyirik. Sən evimizin adı var, 2 mərtəbə evimiz var, adı var yəni. Neymiş olsun. Deməli belə, qarlı dağlar aşaraq gəlmişik Şamaxı rəsədxanasının yanına. İçəri daxil olacaq, inşallah deyiblər 8 nəfər gedir malıdır. O gözləyir. Görək, haçan bizi də salacaqlar içəri. Kənan da maşında, sağ olsun, bizi gözləyir. Hazırlayıb pulun, rəsədxanaya verməyə. Görək də. Havada da duman. Heç şey görsənmi? Hə, şimdi görək. İçərin onsuz da teleskop nəsini görənməyəcək, amma görək də bəzi muzeyə zada gidəcək, alətlərə zada baxacaq inşallah. Qismət olsa. Mars ekskursiyaya gəlmişik. Trafikler kaldı, sandıklarla kaldı. Elediler 3 manat böyler 3 manat. 500 yaşına gelir. Kimler sorunlar alınmasa bu ülkelerse gördüğünüz daşlar göydən düşən daşlardır, meteorit adlanır. Adətən axşamlar dəniz bulutsuz havada dağ yerlərində daha aydın görsənir. Görsüz yana düşür. Hətta üzr istəyirəm, çox el arasında buna deyirlər, kimsə rəhmətə yetkilərimizi söndürür, yaxud da deyirlər onu görəndə artıq tutsan yerinə gedir. Əslində bunlar ulduzlar deyil, ümumiyyətlə ulduz yerə düşə bilir. Bunlar səma cisimlərində, asteroidlarda, kometlərdə partlayışlar olur. Ondan qopan qəlbələrdir, daxil olan atmosferə hava ilə sürtünür, yanır, biz onu ulduz deyirik. Gedən optik firmaları var. Carl Zeiss Jena firması, onun istehsal elədiyi teleskopdur. Bu da onun köhnə idarə etmə pultudur. Bu öz dövründə 66-da müasir idi. Kompüter belə idi, öz almanların texnologiyası. Bu knopkalarla o teleskopların üstü küməç kimiddə, üstü açılır, üstü fırladılırdı. Bunlarla isə ulduzların koordinatı yığılırdı. Start düyməsi basılanda teleskop özü avtomatik axtarıb tapıb tuşlanır da həmin ulduz. İndi son illər artıq köhnəlmiş sayılırdı. 2008-də Respublika Prezidenti sərəncam verdi. Həmin rəsədxana yenidən təmir tikinti işlər başladı və onun daxilində bu 6 dənə teleskoplardan ən böyük teleskopumuzun idarə etməsi avtomatlaşdırıldı. Yəni bunu əvəz elədilər evdə işlətdiyimiz balaca personal kompüterlə. Bir kompüterlə idarə olunur. Hətta ona xidmət edən notebook var ki, istəsək götürüb çıxırıq kənara, uzaqdan o teleskopu idarə eləmək. 400 metr, 700 metr. Belə böyük çökəyizlər, burada su yoxdur, boş quru çökəyizdir. Simvolik olaraq məcazi mənada dəniz okean adları verilib, materiklərin adları verilib. Sonra ayda yüksək dağlar da var ki, yerdəki bir çox uca dağların adları aydakı dağlara verilir. Məsələn, ayda Qafqaz sıra dağları var, Alp dağı. 6 dənə teleskoplar tutur. Bu da birinci teleskop olduğu için nə qismana çıxır. Hər ölkədə qoya bilirlər əsasən, yoxsa... Yox, elə böyük dövlətlər var ki, oradakı astronomiya inkişaf eləmir, yoxdur. Böyük dövlətlərdə var. Böyük dövlətlərdə Amerikada var. Yəni dünyada hardasa bir 3 günə yaxın özünüz. Türkiyədə indi böyük tikirlər. Bizdə ən böyük, ümumiyyətlə bütün müsəlman ölkələrində ən böyük və ən keyfiyyətli teleskop idi. Bizdədir. İndi tikirlər hardasa 3 metrlik idi, 4 metrə yaxın teleskop. Bu kompasla yapılır, çox gözəl şəkli alınır. Şimal, qərb, şərq. Buradan çəkəndə uzun qolun kimi yaxşı. Bax, durursunuz bu ulduzun ortasında. Burada pilləkənlə çıxırsınız, yuxarıdan çəkəndə dairəli globus kimi düşür. Ortada 8 gülşəli ulduz. Maraqlı bir şəkli alır.
Yuxarıda mı var? İkinci mərtəbəsi konferans salonu var. Teleskopların binası var. Ha, yuxarıda bu bürclərdir. Bu güclər üçün sahəli, muzey olduğu üçün bunlara inanmırlar, boş-boş verir. Burada bu yazanların bir yolu verir. Evdə heç bir təşkil var.